Qazaxstanda, Astana şəhərində bir beynəlxalq musiqi yarışması keçirildi və bizim münsiflər heyətində təmsil olunan müğənni Samirə Əfəndi Ermənistan iştirakçısı Saro Gevorkyana 12 bal verdi. Versin, Allah canını sağ eləsin, bəlkə də gözəl bir mahnı oxuyub da deyə bilmərəm, mən baxmamışam. Amma orada bir jest elədi. Bu erməni sinəsinə sıxdı, onu öpdü, bağrına bastı və bu isə Azərbaycan gündəmində bir bomba kimi partladı. Təbii ki, təqdir eləyənlər də var, deyirlər ki, sülhə gedirik, mümkündür belə şeylər. Amma böyük bir əksəriyyət isə düşünür ki, yəni ermənilərdən ötürü bu qədər mi darıxmışdıq? Ölürdükmü onlardan ötürü? Hətta belə müqayisələr oldu ki, o şəhid evladının o çəkmələrini sinəsinə çəkən, onu öpən, duz kimi yalayan anaları, o şəhid tabutlarına sarılan anaların hələ göz yaşları qurumayıbsa, necə ermənini belə bağrına basa bilirsən? Akif Nağı bu məsələdə sosial şəbəkələrdə biraz da irəli gedib, hətta Samirə Əfəndini söyüb. Yəni, sabah Samirə Əfəndi Akif Nağını məmnuniyyətlə məhkəməyə versə, onu uda bilər. Çünki o Samirə Əfəndiyə təhqiramiz bir söz deyib bu filan kəs Azərbaycan xalqı adından iyrənc hərəkətlərini davam etdirir. İndi də Qazaxstanda keçirilən mahnı müsabiqəsində erməni gədəsini bağrına basıb ki, dostluq və s. Bu filan kəs bir dəfə də olsun şəhid anasını ya da ayağı, əli, gözü yox olan qazini bağrına basıbmı? Hakimiyyət buna Azərbaycan hardasa təmsil etməyə imkan verməsin. Hər bir Azərbaycanlı isə onu harda görsə üzünə tüpürsün, Azərbaycan xalqının heysiyyəti ilə oynamasınlar, Akif Nağı deyir. Sizdən soruşum, siz necə deyirsiniz? Siz nə deyirsiniz? Necə qarşıladınız bu hərəkəti? Bu məsələlərə mənə gəlir ki, mədəniyyət sahəsinə, show-biznes sahəsinə aid olan insanlar münasibət bildirsələr daha yaxşı olar. Bilirsiniz nəyə görə? Əvvəla indi Akif Nağı bir partiya sədridir. Əvvəllər də Qarabağ Azadlıq Hərəkatının rəhbərlərindən biri olub. İndi mənim də nəyisə söyləməm, əvvəla böyük səhvdir, böyük yanlışlıqdır. Mən ötən günlərdə də dedim, yəni mənim bir Azərbaycan vətəndaşı kimi, mən başa düşürəm, indi vəcdə gəliblər. Dünənlərdə açıqlama oxuyuram ki, bu erməni ekspert camiyyəsi ilə görüşmək artıq mütəmadi olacaq. Sanki bunlar nəysə həll edirdi. Mən orada tanıdığım bir dənə Fərhad Məmmədov idi. Bir də dünən baxıram, görürəm, Ramil İskəndərli adlı biri açıqlama verir. Yəni ki, vətəndaş cəmiyyətidir. Yox, Ləman xanım, vətəndaş cəmiyyəti də olsa siz uzun illər mətbuatdasınız, düzdür? Siz, yəni Fərhad Məmmədovdan başqa bunların hansısa bir məsələdə fəallığını görmüşsünüz, mən görməmişim. Mən hər gün mətbuatı altdan, üstdən belə də təhlil edən adam kimi görməmişim. Yəni siz tanınmış adamlar olmalıydı burada. Əlbəttə ki. Vətəndaş cəmiyyətinin elə tanınmış simaları olmalı deyirsiniz. Əlbəttə ki. İndi orada da Boris Navarsardyan var idi, bir dənə o idi. Yerdə qalan üçü də, yenə də deyirəm, əziz dostlar, mən başa düşürəm, bu böyük bir siyasətin tərkib hissəsidir. Mən verilişin əvvəlində də sizə dedim ki, Azərbaycanla Türkiyə arasında Şuşa bəyənnaməsi imzalanıb, üstündən 5 il keçəndən sonra bu günləri Şuşada bir tədbir keçirir. 5 il. 5 ilə uşaq artıq yeriyir, məktəbə gedir. 5 il lazım idi bu məsələ üçün. Mən başa düşürəm, hörmətli Fərid Şəfiyev, digər dostlar inciyə bilərlər ki, Üzeyir niyə belə deyir? Qardaşım, çevik olmaq lazımdır. Çevik. Samirə Əfəndini ora göndərən adam bilmirəm kimdir. Kim onu ora seçib? Kim ora təyin eləyib onu? Adətən bilirsiniz də, yəni Mədəniyyət Nazirliyi xətti ilə bu məsələlər tənzimlənir. Amma mən ötən günlərdə sosial şəbəkələrdə bir xanımciyəz haqqında Mənzərdir deyəsən adı. Mənzər, bəli, Mədəniyyət Nazirliyi. Deyirlər ki, Anar, nədir o? Oranın dəmir leydisidir. Bəli. Deməli, o kəsən başa söz yoxdur da, belə biraz loru dildə desək. Buna da heç kim münasibət bildirmir. Niyə? Əziz dostlar, bu Həsən ağanın qohumudur, bu Hüseyin ağanın qohumudur. Ona dəymə, buna dəymə. Azərbaycan balaca bir ölkədir. Hamımız bir-biri ilə bağlı insanlarıq. Bir ucu qərb, şərq, şimal, cənub, hamımız bir-birindən uzaqdan, yaxından qohumluq. İndi biz danışmayaq. Gələk, oturaq burada heç nədən. Samirənin hərəkəti, yəni deyirəm, mən sadəcə bir müharibə iştirakçısı kimi, ehtiyatda olan bir polkovnik kimi qəti etirazımı bildirirəm və Samirə çıxıb Azərbaycan xalqından üzr istəməlidir.
Ləman xanım üzr istəməlidir. Bu bir. İkincisi də ki, 12 xalqı mən başa düşürəm. Bu erməni ekspertləri Bakıya gəldi, bizimkilər Ermənistana getdi, qardaş olub Hayəstanla, nə bilim, Türkiyə, Azərbaycan. Bu yadlarına yəqin düşüb bunun Zeynəb Xanlarovanın Azərbaycan və Ermənistanın əməkdar idi, ya xalq artisti idi o vaxtı. Hansı? Zeynəb SSR xalq artisti. Yox, həm Ermənistanın Ermənistanın, Azərbaycan, Ermənistan, Gürcüstan xalq artistləri idi, sonradan da SSR xalq artisti oldu. Hə, SSR xalq artisti olduğunu bilirəm. Yəni demək istəyirəm, yadınıza gəlir də. Həm də o ölkələrin xalq artisti idi, bəli. Biz bir dəfə Ermənistana səfər edəndə işğal altında olan əraziləri, bu Naviri Allahverdiyan vardı, Bakıda yaşayırdı. O da həm Azərbaycanın, həm Ermənistanın əməkdar ya xalq artisti adı var idi. İndi bu Samirədə cuşa gəlib ki, mən də belə deyim də, bu axında, bu siyasi proseslərdə bəlkə mən də öz sözümü deyim. Ona görə də mən buradan Mədəniyyət Nazirliyinə çağırış edirəm. Yəni onlar deməli bu məsələyə münasibət bildirsin, amma ictimaiyyət nümayəndəsi olaraq hərbiçilər adından mən qəti etirazımı bildirirəm və bir nəfər başı papaqlı hərbiçi çıxıb deməz ki, Samirə düz eləyib. Əgər çıxıb nə isə o sözü desə, mən onda həmin hərbiçidən üzr istəyirəm. Dünən məsələn qazilər də, məsələn Reyhan tanıyır, Rey Kərimoğlu məsəl üçün öz etirazını bildirmişdi. Olmaz. Yəni sülhə gedək, kim deyir ki sülhə gedək, hamımız sülh istəyirik. Biz onsuz da zaten həmişə demişik. Amma yəni deyirik ki, yenə də kirvə olmayaq, yenə də ermənini bağrımıza basmayaq, yenə də gətirib süfrəmizin başında oturtmayaq. Yəni deyir, o misal var, deyir, itlə dostluq elə, çomağı yerə qoyma. Yəni yenə də gətirib evimizin içinə soxmayaq, bunu demək istəyirlər. Yox, mən elə yekunda onu demək istəyirəm. Mən ümid edirəm ki, elə gün ərzində, elə sabahlarda Mədəniyyət Nazirliyi, mədəniyyət sahəsində ümumiyyətlə, yəni tanınmış insanlar öz münasibətini bildirəcəklər. Yəni mən bir daha öz qəti etirazımı bildirirəm. Ona görə yox, 12 bal belə deyə verib Ermənistanlar, 22 bal verir, özün bilərsən. Amma ermənini qucaqlamaq, sən öz şəhidivə hörmətsizlik eləyirsən. O, Azərbaycan üçrəngli bayrağına bələnmiş, belə deyək də, şəhidimiz, qardaşımız, bacımız fərq eləmir. Yəni, ona ruhuna hörmətsizlikdir. Ona görə buradan deyirəm, Samirə Əfəndiyə çox ayıblar olsun o hərəkətinə görə. Yəqin ki, eşidəcəklər, imkan olsa mən onunla görüşəndə öz sözümü də ona deyəcəm. Yəni, belə də, haradasa tədbirlərdə əgər imkan olsun.